Edirəm söz verdiyiniz üçün. Mən də əziz Kəlbəcərlilərimi qarşıdan gələn Həmrəylik günü və yeni il münasibəti ilə təbrik edirəm. Arzu edirəm ki, süfrələrinizdən bol ruzi və bax, buradakı bu gördüyünüz istusu əksik olmasın. Biz buna çox həsrət olmuşuq. Əzizlərim, biz Kəlbəcəri itirəndən sonra hərə torpaqlarımızın bütövlüyü uğrunda, onun geri qaytarılması uğrunda əlindən gələni çalışmışdı. Kimi cəbhə bölgələrində, kimi başqa sahələrdə. Biz də öz üzərimizə götürdük ki, heç olmasa Kəlbəcərin o zəngin mədəniyyətini araşdıraq, qoruyaq, saxlayaq və təbliğ edək. Və Kəlbəcər işğal olunanda sonra Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyində mən işlədiyimə görə əvvəlcədən, yəni orada elmi işçi kimi çalışmışdım. 2 ildən artıq rəhmətli Şamil Əsgərovla orada çalışdığım üçün və oradakı araşdırmalarımız daxil və burada da yenə Şamil Əsgərovun yaratdığı muzeyin materialları əsasında belə bir disertasiya işini götürməyə məcbur olduq. Yəni mövzu bu idi ki, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi materiallarında Azərbaycan tarixini öyrənmək üçün mənbə kimi. Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi bildiyiniz kimi hələ 70-ci illərdən Şamil Əsgərov kiçik bir, maarif şöbəsində kiçik bir otaqda onu təşkil eləmişdi. 80-ci ildən bünövrəsini qoymuş və 1982-ci ildə əsası qoyulan böyük bir o sizin gördüyünüz möhtəşəm bir abidə idi, onun özü də bir abidə idi. 1982-də əsası qoydu, 84-də tamamlandı. Və bu muzeydə 36 mindən artıq eksponat var idi. Muzey eksponatları həm arxeoloji materiallar əsasında, həm etnoqrafik materiallar var idi burada. Bir sözlə, həmin muzeydə Kəlbəcərin bütöv bir tarixi yatırdı. Odur ki, bizim işimiz də deməli, 3 hissədən ibarət. Kəlbəcərin arxeoloji materiallarının araşdırılması, o da 3 dövrdən ibarət idi. Etnoqrafiyası və qayəüstü təsvirləri haqqında geniş məlumat verdik. İlk dəfə onu da qeyd edeyim ki, Azərbaycan tarixində bu deməli Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi materiallarında təkcə deyil, ümumiyyətlə Tarix-Diyarşünaslıq Muzeyi materialları əsasında işlənilmiş ilk disertasiyadır. Və təbii ki, biz birinci olduq və bundan sonra ənənə yəqin ki, davam edəcək. Burada Kəlbəcərimizin deməli arxeoloji abidələri əsasında Kəlbəcərin 5000 il, 6000 ilə qədərki tarixi, ümumiyyətlə götürəndə 30.000 ilə qədərki tarixi var idi. Amma əldə olunan muzey materialları əsasında əldə olunan ən azı 6000 ilə qədər tarixi əks olmuşdu həmən muzey materiallarında. Bu materiallar haqqında, bu işimiz haqqında belə deyək ki, saatlarla o qədər danışmaq olar ki, yəni burada sizi çox yormayacağım. İstər-istəməz yenə də bir əhatə eləmək üçün məlumat verəcəm. Çünki burada hər kəsin fikri olacaq, sözü olacaq. Amma əsas olaraq bildirmək istəyirəm ki, bu muzey materialları əsasında biz Kəlbəcərin tarixini beynəlxalq aləmə tanıtdırmalı olduq. Yəni, istər arxeoloji materiallardan, istər etnoqrafik materiallarla bağlı beynəlxalq konferanslarda iştirak elədik. Yaponiyada, Ukraynada beynəlxalq konferanslar, Türkiyənin özündə ermənilərin cavabını verdik Kəlbəcər abidələri ilə bağlı. Hansı ki, bizim tarixi abidələrimiz Xotavəngdə daxil olmaqla mənbələrdə Xudavəng, Xotavəng kimi gedir bu mənbələrdə. Bu abidələrimizin erməniləşdirməsi, Qriqoryanlaşdırmasının qarşısını aldıq. Və hələ muzeydə rəhmətlik Şamil Əsgərovun sağlığında
biz orada olarkən, həmən abidənin qarşısında olarkən, Şamil Əsgərov dəmirçi kahası deyilən bir kahanın öyrənmiş və biz ora baxış keçirəndən sonra məlum oldu ki, Xotabənk abidəsinin üzərindəki yazılar bu ətrafda olan gildən gətirilib dəmirçi kahasına lövhələr üzərində yazı yazılmış, sonra o lövhələr quruyandan sonra deməli, həmən binanın üzərinə çəkilmişdir. Hansı ki, 6-7-ci əsrlərdən əsası qoyulmuş bu abidənin 12-13-cü əsrlərdən sonra daha genişlənmiş, sonra isə bu dövrdə ermənilər bunu Qriqoryanlaşdırmış və 1836-cı ildə Çar Rusiyası Qafqaz Albaniyasının ümumiyyətlə xristiyanlığın abidələrini tamamilə Qriqoryanlaşdırmasını, erməniləşdirməsini onların kilsəsinin ixtiyarına vermişdi. Alban katolikosluğu ləğv olunandan sonra. Biz ən əsas olaraq ümdə olan bir neçə məsələni göstərmək istəyirik ki, nələri öyrəndik muzey abidələri əsasında. Dünyanın heç bir yerində olmayan, yəni Azərbaycan tarixində ilk dəfə üzə çıxardığımız muzeyin qarşısında olan atın günəşə qurban kəsilməsi abidəsini aşkarladı. Orada bir deməli lövhə üzərində bir nəfər atı cilovundan çəkir, əlində balta gətirir, atı günəşə qurban kəsir. Bu, türk dilli tayfalarından bağlı tarixdə Herodotun, tarixin atası hesab olan Herodotun əsərlərində də var. Sak-Masaget tayfalarının, İskit tayfalarından bağlı onların məlumatı var ki, onlar günəşi ideallaşdırıb, özlərinə ilahə kimi qəbul eləmiş və atın günəşə qurban kəsilməsi o zamandan var. Bax, bütün bunların demək olar ki, bir hissəsi ilə hələ bu abidələr. Bəzən, deməli, biraz əvvəllər Türk söhbəti var idi bizdə. İndi bir misal çəkəcəm. Oradan görəcəksiniz ki, Kəlbəzərdəki türklərlə Kürdlər arasında heç bir fərqi olmayıb, qardaşlıq olur. Və ailələr o qədər Kürdlərlə türklər ailə qurub ki, burada heç bir türklə Kürdün deməli, onların birliyini pozacaq heç bir amil yox tarix boyu. Onu kənardan, xaricdən bunların demək olar ki, bizim içimizə atıblar. Amma deyirəm ki, bax, qeyd elədiyimiz məsələlərdən birini ən böyük Kürd olan Şamil Əsgərov özü ilə Kəlbəzərdən çıxandan sonra üzərində nə gətirdi o boyda muzeydən? 2 muzey eksponatı gətirdi. Biri keçi totemi, biri qurd totemi. Yəni, qurd totemi bildiyiniz kimi türkçülüyün, bozqurtçuluğun nişanəsidir. Yəni, o mənada bu fikri bir kəlmə ifadə elədiyim, bunu qeyd elədiyim ki, bax, həmin abidələr də muzeyi dünyaya tanıdan abidələrdən bir hissəsidir. Kəlbəcər muzeyində etnoqrafiyasında çox önəmli üzə çıxarılan məsələlər var. Onlardan biri Kəlbəcər ümumiyyətlə insanların ictimai mühitdə formalaşması üçün hələ dövlətsiz cəmiyyətlərdən, tayfa dövründən üzübəri gələn ənənələr var idi. Dövlətsiz cəmiyyətlərdə xalqı bir araya kimlər yığırdı? Ağsaqqallar, tayfa başçıları bir araya yığırdı, onun başında dururdu. Həmən ənənə nə qədər müasirləşsək, yenə də həmən ağsaqqallıq institutu qorunub saxlanılırdı. Yadınızdadır, yaxşı yadınızdadır ki, ağsaqqallarımız qan barışdırardı. Ağsaqqal olmadan ailələr baş tutmurdu. Ağabey səhlər olmadan baş tutmurdu. Ağabey səhlərimizin bir yaylıq atması ilə böyük bir qan barışığı olurdu. Bax, bütün bunları muzeydə araşdırıb ortaya qoymuşdur. Şamil müəllimin hələ sağlığında, məsələn, 100 il ömür sürənlər bir yerdə, 50 ildən artıq bir yerdə ömür sürənlər var. Bu muzeyin əhəmiyyəti bundandır. Təkcə hansısa bir əşya, daşı, eksponat, qədim əşyanı ortaya qoymaq deyildi. Oradakı araşdırmalardan deyirəm ki, etnoqrafiya çox zəngin idi. Onu sübut eləyirdi ki, doğrudan da burada Ağsaqqallıq institutu formalaşmışdı. İndi hal-hazırda yaxşı bilirsiniz ki,
Gənclərimiz evlənirlər, 5 ay, 6 ay, 1 il çəkmir bunlar, demək olar ki, bir də başsız ki, boşanmalar olur. Amma o dövrdə, yadınızdadırsa, belə bir şeyləri olmurdu, belə hadisələri olmurdu. Çünki onların bünövrəsini, onların xeyir duasını ağsaqqallarımız, ağbirçəklərimiz verirdi. Və o ağsaqqallıq institutu işləsəydi, möhkəm olsaydı, axırdan axıra degradasiya getməsəydi, Kəlbəcər və digər torpaqlarımız da getməzdi. Bu bir amildir. Mən yəni birmənalı şəkildə onu demirəm, ola bilsin ki, fikrimlə razılaşmaya bilərsiniz. Təbii ki, elə bir dövr idi ki, xarici təhlükələr yaranmışdı, xaricdən gələn təhlükə, Azərbaycan torpaqlarını istəməyən Rusiya, Azərbaycanın bütöv olmasını istəməyən, nəinki Azərbaycan daim Rusiya müstəmləkəsində qalmaq istəyən bu dövlət onu eləməli idi və Azərbaycanın düşməni olan Fars, Rus, Erməni birliyi bu işi, deməli, bu layihəni hazırladılar və torpaqlarımız işğal olundu. Bildiyiniz kimi torpaqlarımıza kimlər köçürüb? 1828-ci ildə Türkmənistan müqaviləsindən sonra Ruslar köçürüb, torpaqlarımıza axıra qədər arxasında durub və yaxın dövrə qədər də deməli, onları silahlandırıb və İran da silahlandırıb. Amma nə baş verdi? Taleyin sınağı idi. Zaman elə gətirdi ki, Rusların özü elə bir iqtisadi, siyasi çətin duruma qaldı ki, Türklərdən asılı vəziyyətə qaldı. Dünyada təklənməmək üçün Türkə baş əydi, məcbur oldu onun. Və Türklə Rusun bu tarixdə ikinci dəfə idi ki, qarşılıqlı demək, maraqlar üst-üstə düşürdü. İstər Birinci Dünya müharibəsində, istər bax bu müharibədə. Ona görə məcbur oldu bizim qardaşımız Türkiyənin deməli təklifi ilə onlar bir yerdə razılaşdılar və Azərbaycan şəhidlərinin, Azərbaycan qazilərinin hesabına torpaqlarımız azad oldu. Bax, bütün bunları da, yəni o qədimi dövrdən tutmuş, bugünkü tariximizə qədər və istər 1-ci Qarabağ müharibəsi, istər 2-ci Qarabağ müharibəsi bizim həmən muzey materiallarında öz əksini tapıb. Ermənilər tariximizi saxtalaşdırmaq üçün bütün, deməli, saysız, hesabsız kitablar yazıb. Hamısını biz sübuta yetirdik ki, bunlar hamısı saxtadır. Qalalarla bağlı, Kəlbəcərin toponimlərinə bağlı, adı ilə bağlı məsələ ortaya heç nə qoya bilmədilər. Xotavəng abidəsindən tutmuş, nəinki Xotavəng, ümumiyyətlə Ağdərə boyu, Kəlbəcərə gedə, deməli, qalalarla bağlı çox böyük, deməli, materiallar orada öz yerini tapıb. Kəlbəcərin ümumiyyətlə, Kəlbəcər əhalisinin, belə deyək ki, xaricdən, başqa bir yerlərdən köçüb gəlməsi ilə bağlı tarixi yanlışlıqlar var. Biz onları ortaya qoyduq. Üzə çıxdı ki, elə Kəlbəcər əhalisi, elə əvvəldən, istər Alban dövlətindən, eramızdan əvvəl 4-cü əsrdə yaranmış Alban dövlətinin dövründən burada yaşayıb, sadəcə Kəlbəcər əhalisi bir müddət zamanın sınağına çəkilib, həmən o ki, fikrinizdə çoxlarınızın da beyində ki, qalıb ki, Dərələyəzdən və hansısa bir yerdən gələnlər var, onlar zaman elə gətirib Dərələyəzə gediblər və sonra buradan gəliblər. Mənbələrdə var, Ziya Bünyadovun əsərlərində də var, onu da bilir ki, Ziya Bünyadov özündən qabaq ki, əsərlərə istinad eləyib, bizdən ən böyük tarixçilərimizdən biridir Ziya Bünyadov, onun əsərlərində bütün materiallar var. Monqollar Azərbaycan əhalisində 3 dəfə yürüş edib. Birinci yürüşü, kəşfiyyat xarakteri olsa da Kəlbəcər əhalisi bura düşməyib. İkinci yürüşündə isə, yəni 1220-22-də birinci olub, 1231-dən 39-a qədər ikinci yürüş. İkinci yürüşü isə, deməli, ikinci yürüşündə Tərtay boyu ərazilər də, demək olar ki, Monqolların hücumuna məruz qalıb. Mənbələrdə necə yad edilir? Yad edilir ki, həmən Monqolların ikinci yürüşündə Tərtay çayı boyu qalalar var idi. Əl çatmaz qalalar. Və Monqolların yürüşündə o çay, Tərtər çayı qan axırdı. Bax, bütün bunlar materiallarda əks olunub, göstərilir. Həmən əhali, istər Monqolların həmən bir qrupun ikinci yürüşündən sonra, digər Teymurləngin yürüşündən sonra başlarını, canlarını müəyyən qismi götürüb, başlarını dağın o biri üzünə, həmən Dərələyəz bölgəsinə
və sonraki 18-19-cu əsrlərdə isə onlar geri qayıdıb öz dədə-baba yurtlarına. Və bu tarixi bütövlükdə hamısını demirik, ayrı-ayrı bunların hamısını sadalamağa elə də deməli böyük vaxt yoxdur. Qısa şəkildə onu qeyd elədim ki, bax bütün bu materiallar orada öz yerini tapıb. Həmən qalalar bildiyimiz kimi bir tərəfdə Comart qalasından tutmuş, Xotabənd qalası, o ermənilər Saraveç qalası deyirlər. Həmən qala bizim Çələbi ilə bağlı ilə bağlı adlandırılır, həmən Çələbeş qalası. Sonra gəldik bizim Tərtər boyu digər qalalarımıza Lök qalası, o tərəfdən Qaraçanlı deməli ərazisində olan Uluxan qalası gəlir çıxır. Mənbələrin heç birində yox idi. Təzə-təzə üzrə biz çıxartdı onu Zivel Molla Bayramlı qalası, Zivel ilə Molla Bayramlı arasında və düz Zəyli kəndinin başında olan qalaya qədər ki, hansı ki Möhsün qalası deyildi tarixdə. Biz əvvəl onun yerində demək olar ki, kiçik dağıntılar var idi. Bax, bu qalalar boyu, nə yol, elə bir İpək yolu kimi ticarət yolu, Bərdədən Dəbilə qədər yollar, gedən yollar, ticarət yolları həmən Tərtər boyu gəlib, düz Sevana qədər, Sevan gölünə qədər getmişdi həmən yol ərazisində. Və bu da ticarətin inkişafını, iqtisadiyyatın inkişafını göstərən amillərdəndir. Kəlbəcər tarixini əks etdirən bir neçə misal da çəkəcəm. Deməli, hələ Şamil Əsgərovun sağlığında arxeolog Qüdrət İsmailova xəbər vermişdi. İstisu ətrafında Məmmədşəfi kəndinin ərazisində düşür. Orada qədim yaşayış məskəni var idi. Deməli, Qüdrət İsmailov gəldi, orada həmən demək olar ki, abidələr, oradan əldə olunan materiallar əsasında onu təsdiq elədi ki, bura qədim deməli bir böyük tayfanın yaşayış məskəni olub, onu təsdiq elədi. Sonraki dövrlərdə isə qayaüstü təsvirlərini ortaya qoydu. Qayaüstü təsvirlərdə nə var idi? 800 qayaüstü təsviri ortaya qoydu. Amma Kəlbəcər Muzeyi özü şəxsən Şamil Əsgərovun rəhbərliyi altında 3500-dən artıq qayaüstü təsviri demək olar ki, qeydə almışdı. Hələ də qeyd olunmamış qayaüstü təsvirlər deməli burada Kəlbəcər ərazisində var. Onsuz da hələ mən qədim dövrü demirəm, hər biriniz bilirsiniz ki, Zar mağarası, Zar ətrafında olan mağaralar var ki, o mağara deməli ən qədim insanın Azərbaycanda deyirik ki, alt paleolit dövrünə düşür Azıq mağarası. Azıq mağarası qədər tarixi olan Zar mağarası var. Və bunun haqqında qısa məlumat verim, onun üstündən keçmirəm. Ən əsas məsələ bu idi ki, Kəlbəcər ərazisində bir şəhər mədəniyyəti mövcud olmuşdur. Bu şəhər mədəniyyəti qədim, təsəvvür eləyin ki, dünyanın ən qədim şəhərləri qədər qədim olan Mesopotamiya da ilkin şəhər mərkəzləri olmuş və Naxçıvan eramızdan əvvəl 3-cü minilliyə aid olan Naxçıvan şəhəri, şəhər mədəniyyəti, eyni zamanda həmən Zar mağarası, qədim mağara olan ilk insanın yaşadığı Zar ərazisində deməli şəhər olduğu ortaya çıxdı ki, Kəlbəcərdə belə bir şəhər olub. El arasında onsuz da bu tədqiqatlar aparılmamışdan qabaq Kəlbəcərlilər, Zarlılar, o bölgədə yaşayanlar deməli çox yaxşı bilir ki, elə bunu elin öz ağzında da gəzirdi, Şəhri Zar. Kəlbəcərin Zar kəndi Şəhri Zar olub. Onu sübutaya yetirən bir sıra amillər var, onlardan biri də tutaq ki, burada ərazidə əldə olunan, dəfələrlə tapılan qızıl olmuşdur. Qədim şəhər mədəniyyətini əks etdirən başqa nələr var idi burada? Deməli, daş dirəkli dam, 4 deməli dirək, hansı ki, bunlar dairəvi daşlar da var idi, standart dörtkün dirəklər də var idi. Kəlbəcər işğaldan azad olunandan sonra biz bunu getdik, deməli, videosunu da çəkdik, aşkarladıq. Baxdıq ki, ermənilər burada o qədər geniş işlər aparıblar ki, burada. Burada deməli böyük xırda traktorlar işləməyib, burada nəhəng hansı ki traktorlar işləyib burada. Böyük o torpağı qazıb çıxaran. Görünür buradan həqiqətən də bunlar nə üçün gəliblər?
qızıl tapmağa, təkcə qızıldan da zəngin tarixi məhv eləmək üçün gəliblər bura. Böyük nəhəng turbalarla su gətiriblər kənardan. Turba hələ də azbest turba idi. Mən sizə deyim ki, o yalan olmasa deyim ki, belə deyək ki, 2 metr kubu dairəsində demək olar ki, eyni olan deməli turba idi. Sonra mən bu məsələni qaldırdım ki, bax, bunu dairəyə alsınlar. Mədəniyyət Nazirliyinə də dedim. Yaxşı olardı ki, bizim demək olar ki, onunla bağlı rəsmi nümayəndələrimiz, deputatımız burada olaydı, bir təşəbbüs qaldıraydıq ki, o məsələni Milli Məclisdə qaldırsın, həmən dağıdıb Kəlbəcəri zardan yenidən quran vaxtı onların hamısını darmadağın ediblər. Bəs kiçik bir dənə tarixi olmayan ərazilərdən kiçik bir detal tapırlar, amma orada böyük bir mədəniyyəti olan deməli bir tarix yerləşir. Orada qızıl axtaranlar olub həmən dam içərisində. Haradasa bir 200 metrə qədər İsmail kişi olubdu, yəni sənətkar olub. O və ətrafında bir neçə adamlarla olub qazıb. Burada Məzahir müəllim o barədə yaxşı bilir. Məlumat öz kitabında da Məzahir müəllim onu göstərib Təhməzov ki, Kəlbəcərin həmən o şəhrizarla da bağlı məlumatları var. O yeraltı təsəvvür edin ki, orada nə qədər qazıblar, artıq bir 200 metrə qədər gedəndən sonra bunlar gedə bilməyiblər. Görüblər ki, tamamilə deməli yol açıqdır. Hətta bir sözlə danışırdılar ki, bir pişiyi qoyublar, buraxıblar, buradan gedib qayanın altından çıxıb pişik. Həmən. Deməli, burada yeraltı mədəniyyət olub. Hər bir o işi şəhər mədəniyyəti olmayan yerlərdə bunu etmək mümkün deyil. Bax, ona görə də mən də deyirəm ki, hər birimizin burada səsi olmalıdır. Bir nəfər heç nə eləyə bilməz. Mən məsələ qaldırdım. Mədəniyyət Nazirliyi dedi, yaxşı, gedəcək, onu bir dairəyə alacaq ki, qoy bu deməli dağılmasın, talan olmasın. Amma sonra nəticəsi mən öyrəndim ki, düzdüyüblər, heç bir şey, heç nəyi qoruyub saxlamayıblar. Başqa bir, deməli, oradan biz daş aşkarladıq. Bahadur, Sovet sədri Bahadur var idi. O, belə deyək, Allah rəhmət eləsin, yəqin ki, bu vaxtda kim sağ qalmaz. Bilmədik, girov düşdü, yoxsa öldürürdü o, yəni girov düşməzdi, yəqin ki. Murovun başında əskərlərlə mühasirəyə düşmüşdü. Onun evinin, deməli, yanından, deməli, bir daş aşkarladıq ki, o daş sütun doğrudan da ki, elə bir daş sütundur ki, formaca, o Roma şəhərində, Romanın ki, əsası qoyulmuş şəhərlərdəki daş sütunlar formasındadır. Bu, sadə bir daş deyil. Görün, bax, nə qədər tariximiz var. Sadə bir-iki, deməli, eksponatı saymaqla, demək olar ki, onun üzə çıxarırıq. Kəlbəcər tarixi çox qədimdir, vallahi mən görürəm ki, vaxt çox azdır. Kəlbəcər tarixindən, onun abidələrindən də çox, ən qiymətlisi Kəlbəcər insanlarıdır. Mən düşünürəm ki, o Kəlbəcərliləri qoruyub saxlamaq lazımdır. Yəni, oradan çıxan Kəlbəcərlilər o Kəlbəcərliyini itirməsin. Allah bizə qismət eləsin, vaxtında qaydaq. Yox, əgər biz buna özümüz də bir dövlətimizə yardım eləməliyik əlimizdən gələn. Yox, bunu vaxtında eləməsək, həmən Kəlbəcər təbiəti, Kəlbəcər insanlığı mən elə bilirəm ki, çox cüzi halda qoruyub saxlaya biləcəyik. Sağ olun, təşəkkür edirəm.